Salam, hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyicilər. Məhz 10-cu sezon qrup oyunları davam edir. 4-cü tur çərçivəsində daha bir maraqlı qarşılaşmada bir yerdə hansı ki comeback və Galatasaray kollektivləri üzrədə iki komanda yoxurlar arz edirik. Futboldan qalib olsun deyirik. Maraqlı məhsullar oyuna şahidi olacaq. Meydandan sol tərəfdə biz Galatasaray kollektivini görürük, sağ tərəfdə isə comeback. Start heyətlər isə məhz belədir. Comeback komandasında qapıda Məhəmməd Hüseyin Məmmədov, onun istiqamətdə Natiq Məmmədov, Zəka Hüseynov, kapitan Nadir Əliyev. Daha sonra Hüseyin Maylov və Əliyev Şamil. Digər tərəfdə Galatasaray adına qapıda Səvər Kərimov, onun istiqamətdə Cəmal Sədullayev, Nurlan Teymurxanlı, Rasim Cavadov, Orxan Məmmədbəyov, Tomas Şirinov. Əlbəttə ki, əvəz etmələr, deyəcəkdim ki, texniki zona ehtiyatlar skamasına nəzər yetirdim. Heç kəs yoxdur. Məsələ start heyətlərdə sona qədər, start heyətlə də komandalar sona qədər mübarizə aparmalıdır. Belə görünür. Yox, artıq Şamaxı deyil. Bura Şahan Mərdəkandır. Bayaq Şamaxıdaydı, indi Şahan deyil. Tomas. İtirmə, yaxşı alındı Orxan Məmmədbəyov, zərbə Məhəmməd Hüseyin Məmmədov. Keçid vermir. Nadir Əliyev kapitan, Əliyev Şamil, Zəka Hüseynov. Ara ötürməsi, Hüseyin Maylov küləkdə bir qədər şiddətini də artırıb. Artıq təbii ki, bu da oyunun tempinə, hərəkətinə təsir edir. Sədullayev, Orxan Məmmədbəyov, Rasim Cavadov ötürmə komandalaşına, zərbə Teymurxanlıdan keçmədi. Şamil yaxşı elədi, zərbə Səvər Kərimov yerindədir. Tomas. Şirinov, topu çıxarma bacardı Orxan, ötürmə istəyirdi Məmmədbəyov, zərbə çəkdi Məhəmməd Hüseyin Məmmədov, keçid vermir. Arada ekranda bəyənib, paylaşaq, zəhmət olmasa. Suallarınız olduqca da yazın. Pasiyan zaman mən hər birini cavablandıracam, amma reklam çarxına, reklam panosuna çevirməyək də buranı. Jeton, afreyim, nə bilim, nə. Zəhmət olmasa, ya da etsən desəm, onsuz edən deyiz. Hüseyin Maylov. Zərbə Nadir Əliyev, imkan. İmkanlıqlarının üzünə alınmadı. Teymurxanlı, Tomas Şirinov. Tomas. Sol ayaqla qüvvətli zərbə isə keçmədən keçid vermədilər. Əksüm şansı ola bilər. Rəqibazlıqda yaxalayıblar Nadir. Nadir Əliyev önünü boşaltmaq istəyirdi. Daban ötürməsi Hüseyin Maylov. Qapının üzərindən vurdu. Hətta bir toxunuş da var idi deyəsən. Üçdən zərbə ola bilər. Bəli, korner. Kərman qərarı bu yöndədir. Ötürmə ilə başladılar. Zəka! Nadir! Zərbədə imkan vermədilər. Qardaşlar, ekran bəyənmiri yayım aşağı düşür. Olmaz ki, belə bəyənək paylaşaq 10.000 edək də. Zəhmət olmasa. Suallarınız olduqsa yazın. Mən fasiyə zaman hər birini cavablandıram onsuz. Maylov. Nadirlə oynadı. Amma top meydanda saxlama mümkün olmur. Bəyənənlər, bax aşağıda sizin adlarınızı görürəm. Sizlərə ayrıca minnətdarım. Təşəkkürlər hər biri bizə. Qapıya doğru ötürmə Məhəmməd Hüseyin Məmmədov. Qarşılaşmada artıq 5-ci dəqiqə oynanırlar və elə ki hesabasının golsuz bərabərlik var. Komandaların həmləsi cəhdlər olsa da topu çərçivə yollamaq mümkün olmayıb. Tomas. Qapı qarşısına ötürmə yaxşı alanda burada Teymurxanlının da həmləsi cəhdi var idi. Məhəmməd Hüseyin Məmmədov. Natiq. Natiq Məmmədov rəqibini aldatdı. Mərkəzi də keçmişdi, alamadı. Tomas 3-1-ə yaxalayıblar rəqibi. Tomas Şirinov. Özünə güvəndiyi inandı. Yaxın küncə. Bir baxış atıb topu da əmin nöqtəyə göndərməyə bacarı hesab açıldı qarşılaşmada. Məsələ saniyələr əvvəl hesabdan bəhs etmişdim. Gol gəldi, hesab açıldı.
Galatasaray artıq 1-0 hesabı ilə öndədir rəqib. Comeback önündə. Təbii ki, Galatasaray kollektivinə bəhs ediriksə, kapitanı gözdən axtarır. Komandanın ən sərrast oyuncusunu Zahir Əsədullayev. Ondan əvvəl onunla həm söhbət oldum. Zədəsi səbəbilə bugün texniki zonada komandasının yanında olsa da meydanda olmayacağını qeyd etmişdi mənə. Güclü zərbə. Korner. Bir daha xatırlatıram. Galatasaray maçı artıq minimal hesabla öndədir. Comeback önündə. Teymurxanlı ötürmə zərbə. Olması idi yenidən əklənmək istəyən. Semailov. Natiq Məmmədov. Zəka. Bağlı idi. Bir qədər ayaq saxladı. Zəka topladı. Qarşı ötürmə. Orada Əsədullayev səhvsiz oynadı. Arxan! Arxanla zərbə edir, amma tamamlaya bilmir. Məhəmməd Bəyov. Teymurxanla zərbəsi qeyri dəqiqdir. Məhəmməd Hüseyin Məmmədov. Zəka Hüseynov. Natiq. Mərkəzə Hüseyin Mailov. Mailovun zərbəsi səvər gəlmir. Ötə dəqiqələr ərzində qapısının toxulma saxlama bacarır. Belə ki, rəqibi məyus edir bu cəhətdə. Orxan Məmməd Bəyov. Yeni gələnlərimiz, xoş gəlmişsiniz. Hesab 1-0'dır. Thomas Kimlov meydanda fərqlənən oyuncudur. Yeganə qolun sahibidir. Galatasaray minimal hesablı üstünlüyü var. Onun sezonda 4-cü turda qarşılaşmada comeback önündə Galatasaray 1-0 hesabı ilə öndədir. Qeyd edim. Təbii ki, suallarınız olursa da yazın. Mən də fasilənin zaman onsuz ki, hər birini cavablandıracağım. Thomas Şirinovov. Mən yenidən fərqləmək istəyirdi. Alamadı Məhəmməd Hüseyin Məmmədov. Kamran Əsədullayevin nəzərdə altında qapıcıya yollandı. Rasim Cavadov. Yox, tam Erlan yoxdur. Thomas bağlı da bir qədər ayaq saxladı. Rasim. Ötürməsi orada Teymurxanlıya çatmadı. Teymurxanlını biz hər zamankindən fərqli mövqedə izləyirik. Daha çox mövqe olaraq müdafiədə çıxış edir. Bugün komandasının qol maşını, qol silahı olmaq istəyir. Düzdür, buna hələ ki nail ola bilməyib, amma həmlələr də olub. İndi zərbə Teymurxanlı. Məhz ondan bəhs edərkən mənə cavab verdi sanki. Tələsmə. Elə oyun yeni başlayıb. Niyə də məndən qol silahı olmasın deyə cavab verir Teymurxanlı. Nurlan Teymurxanlı. Qarşılaşma mərkəzindən yenidən stat götürməlidir Fəqan Kərimovun göstərişi ilə. Hesab 2-0 Galatasaray 2. Comeback 0. Sallaşdırma bacardılar. Ötürmə Nadir və gol. Nadir Əliyev. Fərqi minimum indirdi. Cavab gecikmir. 2-1. Məhsullarlıq var. Oyunda məhsullarlıq var artıq. 10 dəqiqə içində 3 gol izləmişik. İkisini Galatasaray adına, birini comeback adına. Orxan Məmməd Bəyov. Orxan sağına çəkdi, rəqibini aldatdı. Qapı qarşı ötürmə. Rasim Cavadov, ona təzyiq var. Teymurxanla. Alfa Mərdəşən 5 hesabı ilə qələbə qazandı. Çeşmə komandasına Orxan yaxşı aldatdı rəqibini, ötürmə zərbə. Əsədullayevdən keçmir. Zəka Hüseynov. Topu çıxarmaq istəyirlər. Cinayı dəyişdilər, səmti dəyişdilər. Mailov. Komanda yoldaşının hərəkətlənməsini istəyirdi. Diaqanlı ötürmə, ara ötürməsi idi bu. Nadir Əliyev. Onlar adına fərqlənən yeganə oyuncudur orada. Rasim Cavadov. Daxil etdi. Hətta Fəqan Kərimov da
etiraz edirdi ki, top elə məhz Nadirlə meydan tərk edib, mənim müdaxiləm olsa da. Natiq, sərbə. Müqamətini itirmişdi, top onun ayaqlar arasında qaldı, amma Natiq də özü də yerdə idi və sərbə. Əsədullayev, Səvər Kərimov. Düşüncə yaxşı ötürmə qeyri dəqiq. Natiq, Məmmədov yüksəliyi qazandı. Üst torlara da toxundu topu. Belə altda topa ilə daxil edilməlidir. Bir mənə olaraq top üst torlara toxunarsa, məhz altdan topa ilə daxil edilməlidir. Nadir Əliyev, kapitan ötürmə orada. Şamil. Zərbə cəhdi. Səvər yaxşı oynadı. Şamilin zərbəsində. Korner. Köşdən zərbə. Əliyev. Ötürmə Natiq Məmmədov. Zərbə indirmə hazırlaşır. Səvər Kərimov dəf etdi. Təkrar əmri toxunuş və köşdən zərbə. Yeni gələnlər xoş gəlmişsiniz. İqra bəyənənlər təşəkkür. Minnətdaram hər birinizə. Suallarınız olduqsa da yazın. Asaya nə zaman mən hər birini cavablandıracağam. Burada Səvərin yenidən bir toxunuşu vardı. Köşdən zərbə korner digər tərəfdən. Yeni yetə bilməlidir. Təkrar olaraq. Tomas Şirinov. Məhz qarşılaşmada hesabı açmışdı. Orxan görün necə sürətlə irəlilədi rəqibinə. Özünü çatdırmışdı, amma qaydalar çərçivəsində deyildi. Bura Şağan, Mərdəkan. Daha bir top etkisi. Orlan Teymurxanla bir qədər ayaq saxladı. Tomas Şirinov. Rasim Cavadov. Rasim. Zərbalım var. 4-cü turda 10-cu sezonda günün ilk qarşılaşması Alfa Mərdəkan və Çeşmə arasında başladı. Alfa Mərdəkan 5-2 hesabı ilə qələbə qazandı. Qeyd edim bu qarşılaşmada isə 2-1 hesab. Galatasaray 2-1 hesab ilə öndədir, comeback önündə. Hələ ki, nəticə barəsində danışmaq tezdir. Yetərincə vaxtı var və hələ həmçinin bu ilk hissədir. Fərdə minimumda. Ekran bəyənə kimi görürsünüz ki, necə qalxır. Zəhmət olmasa bəyənək, paylaşaq. Sualınız varsa da yazın. Fasilə nə zaman cavablandırım. Amma ekranı bəyənək. 3500 olduq artıq. Məncə 10.000 edə bilərik. Ən azından 5.000. Bəli, Şağandır. Şamil Əliyev. Zərbə keçmədi orada. Əsədullayev zərbəni qarşısını kəsmişdi. Zərbə çəkdi. Səvər Kərimov. Xəyal, hara getmədi? Balazar Əsədullayev texniki zonadadır. Oyundan əvvəl onunla həm söhbət oldum və zədəli olduğunu qeyd etdi. Maçı ehtiyatlar skamyasından izləyir. Komandasının yanındadır. Əlas ekran mənə. Sağ olun, var olun. Balazar Əsədullayevdən bəhs etdik. Referiyə topun bizdə olduğu zaman taymat verməsini istədi. Bitirməklə başladılar. Natiq Məmmədov, Cinatorda Hüseyin bitirmək istəyirdi. Bana çatılır və indi taymat gəldi. Bir dəqiqəlik taymat. Taymatı gətirən tərəf Galatasaray kollektivi. Comeback Galatasaray. Bəli. Tamamilə doğrudur. Fasilə Ramışkənə sualınız var, yazın. Mən də cavablandırım. Elədir ki, başımda fen partlayıb. Çox küləklə vardır. Çox. Çeşmə, Alfa necə oldu? Alfa 5 hesab ilə qələbə qazandı Çeşmə önündə. Sən hansı komandada yoxsan? Zaqulban oyunu var bugün, xeyr. Yasamal Hasan oynayacaq. Yasamal komandası yoxdur burada. İşləşən deyə gələnlər. Başqa
nə sualınız var yazın. Fasilə ananda mən də yaramışam daha doğrusu cavablandırım. Oyunu göstərim. Oyun olsun ki göstərim. Fasilədir. Vətən komandası xeyir. Nə gözəl. Adil Əliyev hədiyyə üçün təşəkkür. Oyun Şağanda Mərdəkanda baş tutur. Xəzər Futbol Liqasında, Xəzər Futbol Liqasında 10-cu sezon oyunları başlayır və 11-ci sezon da artıq başlayacaq noyabr ayında. Zənnimcə noyabr ayında baş tutmalıdır. Qeydiyyatdan da keçə bilərsiniz. Bu cəhətdə mənə yazın, yönləndirim turnir rəhbəri sizə. Adil, təşəkkür hədiyyə üçün. Məsəldə onu göstərmək olar. Çünki daimat bitir, komandalar meydana geri qayıdır. $700 ekran bəyənməsi əla. Sağ olun, var olun. Minnətdaram. Yox, Ağazəki burada yoxdur. Taymat bitib. Oyun qaldıq yerindən davam edir. Bir daha xatırladım. Galatasaray Samma komandası 2-1 hesabı ilə öndədir. Rəqib comeback önündə. Hesabı Tomas Şirinov açıb. Teymurxanlı fərqi 2-yə yüksəltmişdi. Rəqib isə məhz fərqi minimuma indirməyi bacardı. Orada qolun müəllifi kapitan Nadir Əliyev olmuşdu. Məhəmməd Hüseyin Məmmədov, Natiq. Rasimin daxiləsi vardı. Köşkə zərbə, korner. Qapı qarşısına ötürmə. Orada Əsədullayev yaxşı oynadı topun. Nadirə çatmasına imkan vermədi. Özü də topla irələdi, amma zərbə istənilən kimi alınmır. Şamil Əliyev, mübarizə apar Orxan Məmmədbəyovda qaldı top Orxan. Alda Cəmlə, ötürməsini də verməyi bacardı. Teymurxanla bir qədər ayaq saxladı Tomas. Tomasın zərbəsi keçmir. Altdan top ilə daxil edilməlidir. Yaxətdə meydanı tərk etdi top. Qapı qarşısına ötürməyə Zəkka. Nadir Əliyev. Nadir. Top meydanda saxladı. Mübarizə apardı. Rəqib üçün saxladı. Tomas zərbə imkanı axtarır. Rəqiblər ona imkan vermədi. Topa aid müdaxilə. Davam etmək lazımdır və bir qədər də tələsmək lazımdır. Zəkka Hüseynov. Zəkka ötürmə versəydi daha effektiv, daha təhlükəli ola bilərdi. Məhəmməd Hüseyin Məmmədov qapısını tərk edib. Tomas. Oradan Nadir Əliyev qapısını sığortaladı. Zəkka qeyridə götürmək izlədik. Elsəvər Kərimov. Tomas yerlə zərbə. Daha bir qeyri dəqiq cəhd. Qeyri dəqiq zərbə izlədik. Şamil rəv edə bilsəydim, təhlükəli olardım. 9100 ekran bəyənməsi üçün minnətdaram. 10.000-ə də bir şey qalmayıb. Çox sağ olun, var olun. Az adamıq, amma bəyənmə möhtəşəmdir. Onsuz belə qardaşları lazımdır. Şamil. Nadir. Çıxarmağı bacardı. Son müdaxilə. Natiq Məmmədovdan. Zərbə. Toxunuş da var idim. Köşkən zərbə, korner. Hədiyyə üçün minnətdaram, çox sağ olun. Onda səhvimi düzəldim. Mənə belə qardaşlar, bəylər və xanımlar lazımdır deyə. Rasim Cavadov. Yenidən yeni bir əmlə qurulacaq Galatasaray adına. Rasim, arı ötürməsi. Tomas! Tomas! Bir dirəkdən digər dirəyə tuş gəlir top. Tomas Şirinov zərbə indirmişdi. Rasim Cavadov. Orada Zəkka. Qapısını ötürüb verdi. Çox sağ olun. Nadir Əliyev aldatdı rəqibini. Nadir topladı. Zərbə! Nadir Əliyev özü irələdi, özü zərbə indirdi. Kapitan dubl edir.
komandasının və özünün ikinci qolu. 2-2. Masa bərabərlik gəldi. Kartlar yenidən paylanır meydanda. Galatasaray 2. Comeback 2. Thomas. Əsədullayev. Thomas. Nadir Əliyev. 2 olmaq istər. Komandası adına ona məxsusdur. Nadir öndə pressing edir Galatasaray komandası. Cinahı dəyişdi. Natiq Məmmədov. Natiq. Arıqdırmə üçün varına çatmır. Rasim Orxan Məmmədbəyov mərkəzə. Thomas ötürmək istəyirdi. Amma Orxan topu ona çatdıra bilmir. Nadir. Natiq Məmmədov. İlk hissədə artıq son dəqiqələr oynanılır. Əsas 2-2'lik. Bərabərlik var burada. Əsədullayevin müdaxiləsi çox kritik və yerində. Toplu şəkildə hücuma çıxırlar. Thomas'ın ötürməsi Əsədullayev. Əsədullayevin özünə meydan tərk edir. Qapıdan zərbə olmalıdır. Məhəmməd Hüseyin Məmmədovun da müdaxiləsi var idi. Amma Fəqan Kərimovun da qərarı topun qapısından meydan tərk etməsindən yanadı. Odur ki, küncdən zərbə. Korner yerinə yetirilməlidir. Əsədullayev eləməsi topun arxasında o. Rasim Zavadov ram etdi. Qapı qarşına ötürmək keçmir Hüseyin Maylov. Natiq Məmmədov topu çıxarmaq istəyir. Nadir Əliyev. Cinahda Zəki Hüseynov tələsmir. Rama rəqibə edir. Orxan Məmmədbəyov. Tural yox, burada deyil. Nə sualımız oldu yazın, mən də fasiləyə yazan zaman birini cavablandıracağım. Hədiyyə üçün isə bir daha minnətdarım. Nadir Əliyev. Nadir. Thomas. Daxilətdə də. Nadirdə meydan tərk etdi. Onun müdaxiləsi sonrası. Teymur Xallar. Orxan Məmmədbəyov. Cinah dəyişdi. Thomas. Gözlətmədən zərbə. Gəlişindən bəlli idi zərbə indirəcək, amma özü də məyus görünür. Özü də narazıdır bu zərbədən. İstədiyi kimi zərbə indirə bilmədi. Qarşılaşmada ilk gol ondan gəlmişdi. Şamil. İndi hesabda önə keçmək olar. Comeback komandası comeback etməyə yaxındır. Geri dönüş etməyə yaxındır. 0-2-dən 2-2'ye çatdırıblar hesabı. Şansı da dəyərləndirsəydilər, artıq önə də keçəcəkdilər. Atlan topu ilə daxil edilməlidir, eləməz. Comeback komandası topu ilə daxil etdi. Nadir Əliyev tələsmir. Geri ötürməyə Zəki Hüseynov gerdən qurulacaq. Zəhdi. Zəka. Orada Maylov. Zəki Hüseynov. Nadir Əliyev. Nadir dubl edib. Həmçinin digər tərəfdə Thomas Şirinov və Nurlan Teymurxanlı fərqlənib. Onların müəllifləri məhz hələ ki belədir. İndi ötürmə. Şamil. Hissələ kimi alınmır zərbə. Altdan topa ilə daxil edilməlidir Rasim Zavadov. Yanında Teymurxanlı var. Amma Thomas'ı şeysə Thomas Şirinov. Meydan rəqbət olan səsində çoxalmaq lazımdır. Thomas da yalnız bir komanda yoldaşı gördüyü üçün, komanda yoldaşını gördüyü üçün ayaq saxladı. İndi Rasim yaxşı mübarizə apardı, top meydanda saxlamağa bacardı. Zavadov. Rasim hələ də topladı. Şamil onunla təzyiq edirdi. Topu itirdi Rasim. Nadir Əliyev. Nadir Əliyev aldatdı bir rəqibini. Cinahda dəyişdi Hüseyin Maylov. Son müdaxilə Teymurxanlıdan. Geriyə doğru ötürmə. Thomas hərəkətlənir Məhəmməd Hüseyin Məmmədov. Uzaqlaşdı, hətta ötürməyə də çevrildi. Şamil Əliyevin zərbəsi alınmır. Qarşılaşmada ilk hissədə son dəqiqə. Son dəqiqə oynanılır. İlk hissədə masa 2-2'li bərabərlik var. Komandalar deyəsən fasiləyə bərabərlik ilə yollanacaqlar. Referdə sağda nəzər yetirir. Saniyələrlə yarışır komandalar. Thomas'ın zərbəsi alınmadı. Oyunun sonlarına doğru bir qədər körtəbi qeyridək zərbələr izlədik. Natiq Əsədullayev ötürmən oxudu, keçid yoxdur. Rasim Zavadov öndə təzyiq edirlər. Hüseyin Maylov da ona təzyiq edən. Az qalsın topu da ələ keçirəcəkdi. Məsindi! Səbər Kərimov. Rasim də komanda yoldaşlarından üzr istedi.
Qapı qarşısına paralel ötürmək heç kəs toxuna bilmir. Elə bu cəhdlə də bu əmrlə də referi ilk hissəni bitirdi. Komandalar fasilə 2-2 bərabərliklə yollanırlar. Heç yerə ayrılmırıq. Fasilədən sonra yenidən bir yerdəyik.